Əziz şindilərlər, əziz elimiz günümüz bugün Türk dünyasının ümumiyyətlə ən əlamətdar, ən gözəl bayramlarından biridir. Xıdır Nəbi bayramıdır. Xıdır Nəbi bayramı bizə artıq elmə də məlumdur ki, çox qədim dövrdən gəlib çıxıb, min illərin süzgəcindən süzülərək gəlib çıxıb. Xıdır Nəbi adının etimologiyasına biz baxsaq, bu əslində Xıdır, deyək ki, türk sözü olmasına rəğmən Nəbi ərəbcə peyğəmbər deməkdir. Bu sonradan deformasiya olmuş, transformasiya olmuş sözdür. Əslində Xıdır Nəbinin ilk adı, qədim türkçə adı Qaysar, Gökqısar, Kuzar, Xızır və ilə axır. O da indiki Xəzər dənizinin məhz adı, Xəzər tayfasının və Xəzərlər böyük dövlətinin adı da elə Xızır peyğəmbərin, biz dediyimiz Xızır peyğəmbərin adı ilə bağlıdır. Bu bayramı biz ayrıca götürüb bir bayram şəklində qeyd eləməmiz əslində o qədər də doğru deyil. Çünki bu ümumi türk mifoloji yaddaşının, mifoloji panteonunun bir hissəsidir. Əslində bu bayram sentyabr ayının 21-i gecə-gündüz, payız gecə-gündüz bərabərliyi ilə başlayır və sonuc olaraq mart ayının 21-də Novruz bayramı ilə yekunlaşır. Dekabr ayının 21-i bildiyimiz kimi bugün də şükürlər olsun ki, deməli Güney Azərbaycanda, sonra Naxçıvanın müəyyən hissələrində, keçmiş Qərbi Azərbaycanda qeyd olunur və qarpız kəsirlər, sonra nar və ilaxır və s. Yəni bunun simvolizəsi də ondan ibarətdir ki, qırmızı günəşin rəmzidir, yaşıl da həyat rəmzidir. 21-i ən uzun gecə olduğuna görə türklər, qədim türklər inanırdılar ki, həyat ümumiyyətlə ağ-qaranın, gecə ilə gündüzün, yaxşı ilə pisin mübarizəsindən ibarətdir. Və biz də bildiyimiz kimi dekabrın 21-i ən uzun gecə olduğuna görə bunun adını Çillə bayramı qoymuşlar. Qədim türk dilində də çillə əzab əziyyət deməkdir. Yəni bunlar həmin bayramda çıxırdılar damın üstünə, səs salırdılar, şamanlar barabanlarla vururdular, dəf çalırdılar ki, şər qüvvələri qovulasınlar, günəş çıxsın, qaranlıq dayansın. Və elə də olurdu, məhz 25 dekabrda artıq gün uzanmağa başlayırdı. Yəni ilk gün üzünü göstərirdi və bu gün də Sibir türklərində də artıq bu qeyd olunur. Adını da gün doğan, gün doğdu, nar doğdu kimi və yaxud da nar doğan bayramı kimi qeyd olunur. O onu göstərir ki, həmin bayramda bizim qədim türklər, yəni Azərbaycan arealında yaşayan, Dəclə-Fəraz çayı ətrafında yaşayan türklərin ilk mənbəyi olan, çıxış nöqtəsi olan yerlərdə yaşayan türklər bunu Tanrı üzünü göstərdi, gün doğdu, nar doğdu kimi qeyd edirdilər. Onun da əsas məqsədi ondan ibarət idi ki, bizim türklər Fiyafilat Smakkatın da dediyi kimi 4 ünsürü müqəddəs sayırdılar. Yəni su, od, yel, torpaq. Amma onu yaradan Tanrıya tapınırdılar. Tanrı dedikdə isə bugünkü tək tanrılıqda olduğu kimi Allah anlamı deyil. Bu daha geniş anlamıydı. Bu bütün kainatı, bütün sonsuz gökyüzünü əhatə eləyirdi. Və bugün dilimizdə də arxaikləşmiş sözlər var. Onlardan biri də dan üzü, yəni dan ulduzunun üzünü görəndə və yaxud da günüz deyirik. Yəni günün üzünü görəndə deməkdir. Və bunların hamısı nəyə dəlalət edir? Ona dəlalət edir ki, qədim türklər astronomik olaraq, bəlkə də o qədər də bilgiləri olmasa da, bu müşahidələr nəticəsində təbiətlə bir harmoniyada yaşayırdılar. Və o harmoniya bu bayramları gətirib çıxarırdı. Çünki insan təbiətlə iç-içə yaşadıqda, insan təbiətlə bir harmoniyada olduqda, o xoşbəxt ola bilir, həyatda qala bilir, arta bilir, inkişaf eləyə bilir və bunun da bariz nümunəsi kimi bir ən məşhur nümunə var ki, türk şamanı meşəyə gedəndə baltanı çuxasında gizlədir və bundan soruşurlar ki, sən niyə baltanı gizlətdin? Deyir ki, ağaclar inciyər. Deyir, axı sən quru ağac yığmağa gedirsən. O deyir, yaşıl ağaclar nə bilsin ki, mən quru ağac yığmağa gedirəm. Yəni bu təfəkkür, bu türk təfəkkürü ondan ibarət idi ki, təbiətlə insan və Tanrı bir bütövdür. Onları ayırmaq olmaz. Ona görə də bax təbiətə bağlı olan bu bayramlar, o cümlədən də bizim Xıdır Nəbi adlandırdığımız bayram birbaşa bizə ulu babalarımızdan həmin o təbiətin simvolunu, təbiətin harmoniyasını, təbiətlə bir olmanın
simvolunu bizə göstərir. Xıdır Nəbi bayramının əsas mahiyyəti nədən ibarətdir? Birinci ondan ibarətdir ki, Xıdır Nəbi antropomorf bir varlıqdır, Tanrının elçisidir. 40 günə gəlir və bu 40 günə gəldikdən sonra 4 ünsürü dediyim kimi su, od, deməli yel və torpağı bu ünsürləri oyadır və torpağı hazır vəziyyətə gətirir və insanlara verir ki, artıq əkin-biçinlə məşğul ola bilərsiniz. Xıdır Nəbi bayramında bildiyimiz kimi qovurğa qovurulur, yəni buğdadan qovurğa qovurulur, sonra onu kirkirədə üyüdərək qovut elənir, sonradan o qovut bişirilir və bunların hamısı bərəkət rəmzidir. Yəni taxılın özü, buğdanın özü bərəkət rəmzidir. Bu Xıdır Nəbi babamın qoydudur. Bu keçiriyi də rəhmətli atam öz əllərinlə düzəldir. Bu xalçayı da rəhmətli anam düzəldir. Otların kökündən hamısını boyuyub, suyunu döyüb, təbiidir hamısı. Sonra bildiyimiz kimi şamlar yandırılır. Şam sözü qədim türk dilində müqəddəs deməkdir. Maq, şam, qam. Bu sözün üçü də müqəddəs deməkdir. Belə ki, dilimizdə olan bu gün də bizə gəlib çıxmış axşam sözü var. Aq, şam, yəni ağ, şam. Ağ müqəddəs, müqəddəs şam demək. Və yaxud şam ağacı, yəni üzərində şam yanan ağaclar. Əgər biz baxsaq, bu yaxınlarda bizim qərb bölgəsində deyək ki, Tovuzda, Naxçıvanda keçirilən Xıdır Nəbi bayramlarına biz fikir versək, orada görürük ki, ağaclara qırmızı lentlər bağlayırlar. Bunların hamısı günəşin rəmzidir. Həmin o dediyimiz o şam ağacına bağlanan, dilək tutaraq bağlanmış rəmzlərdir. O cümlədən də bizim kəndimiz olan Şindilərdə də bu çox yüksək səviyyədə keçirilirdi. Xoruz kəsilirdi, dinməz suyu gətirilirdi. Sonra dediyim kimi qovurğa qovurulurdu, qoyut olurdu və qodu otağın birinə qoyub üstünə də qırmızı bir deməli parça örtü örtürdülər ki, Xıdır Nəbi atı ilə gələcək və atının nalının izi oraya düşəcək. Bunların hamısı dediyim kimi rəmzi xarakterdir. Bu türk mifologiyasının bir rəmzidir. Bunların hamısının arxasında çox gözəl təbiətlə bir harmoniyanın, təbiətlə barış içində yaşamanın nümunəsidir. Və bir şey də əlavə edeyim ki, sizə bu bayram məhz deyək ki, 12-si, 13-i, 14-nə düşməsinin əsas rəmzi mənalarından biri də bu bayramın məhz bu gün Valentin günü, müqəddəs Valentin günü və ya da sevgililər günü kimi qeyd olunan bayramın məhz bizdən götürüldüyünün əsas deyək ki, sübutlarından biridir. Belə ki, Xıdır Nəbinin ən böyük simvollarından biri də insanları, sevgililəri bir-birinlə barışdırmaq və ya da qovuşdurmaq. Bizim dastanlarımıza müraciət etsək, burada çox asanca bunların hamısını görə bilərik. Birinci, Aşıq Qərib dastanıdır, Əsli Kərəm dastanıdır və s. və ilaxır. Onlarda biz görürük ki, Aşıq Qəriblə Şah Sənəmi bir-birinə qovuşdurur buta verərək. Əsli ilə Kərəmi və ilaxır və s. Yəni, birinci Xıdır Nəbinin funksiyalarından biri, ən əsası nakam sevgililəri qovuşdurmaq idi. Sonra hamilələrin rahat doğuş yapmağına kömək eləmək, uşaqlara hədiyyələr gətirmək, təbiəti oyatmaq. Və gördüyümüz kimi də bugün də həmin o müqəddəs Valentin dediyimizdə həmin o funksiyanı yerinə yetirir, nakam sevgililəri bir-birindən qovuşdurur və Rus alimi, heç də təsadüfi deyil ki, Rus alimi Aleksandr Muşkov öz araşdırmalarında həmin bunu sübut edir və deyir ki, qədim türk bayramlarının hamısı indiki xristian bayramları ilə, istər deyək ki, katoliklərin, istərsə pravoslavların bayramları ilə üst-üstə düşür. Bizim də onları deyək ki, müəyyən qədər unutmamızın və arxaikləşməsinin əsas səbəbi ondan ibarətdir ki, İslam gəldikdən sonra biz məcburən müəyyən şeyləri unutmuşuq. Bugün deyək ki, Xıdır Nəbi bayramı Borçalı çökəyində 4-cü gününə düşür. O da yenə də İslama uyğunlaşdırmanın nəticəsidir. Halbuki bu olmalıdır, deyək ki, birinci nar doğdu bayramından
tamına 40 gün sonraya. Böyük alimimiz Kərəm Məmmədov Allah rəhmət eləsin, onun çox güclü araşdırmaları var idi bu yöndə. Həmin o 40 gün dediyimiz də zaman kəsi idi. Yəni o dünyadan bu dünyaya, bu dünyadan da o dünyaya zaman kəsi idi. Əvvəlcə də qeyd elədiyim kimi Xıdır Nəbi 40 günə həmin o dünyadan qayıdır bu dünyaya və bu dünyada bütün təbiəti oyadır və 40 gündən sonra da geri qayıdır. Yəni Novruz bayramını bizə ərmağan eləyir. Və bir daha hər birinizi Xıdır Nəbi bayramı münasibətilə və Sevgililər günü münasibətilə ürəkdən təbrik eləyirəm. Və inanmaq istəyirəm ki, bizim bax müəyyən bir işlər görürük ki, bu işlər boşuna getməyəcək və gələcəkdə bu daha da geniş yayılacaq və arxaikləşmiş, unudulmaqda olan bizim adət-ənənələr, bizim mifoloji yaddaşımız daha da genişlənəcək, gələcək nəslə ötürüləcək və bunun çox böyük anlam kəsb edəcək. Bu bizim qədim ənənədən gələn bayramımızdır, Xıdır Nəbi bayramı. Bu Xıdır Nəbi babamın atınındır. Bu Xıdır Nəbi babamın özünün. Bu ölkəmizin. Bu da cəmi Azərbaycan millətinin şamı. Bu da buraya gələn çəkilişlərin şamı. Bu qədim ənənədir. Bunu biz uşaqlıqdan görmüşük. Anamız qoyruğu qoyurub, qabda qoydu. Üstünə də qırmızı atıbdı. Bu qırmızıyı atandan sonra biz səhər tezdən şamını yandırırdıq, səhər qalxıb baxırdıq ki, Xıdır Nəbi babam gəlib, atının nalını qoydun üstünə qovubdu. Allah hamının şamını bu formu yandırsın. Əziz günlər, belə bayramlar, neçə belə bayramlar keçirəsiniz. Ömrünüz uzun olsun. Bütün Azərbaycan millətinin belə şamı yansın. Amin. Hamıya nəsib olsun bu şamla. Cənab Prezidentimizin canı sağ olsun, ömrü uzun olsun. Dəmir yumruğu möhkəm olsun.